Üçüncü qrupları, xüsusən polisə və hüquqa getmək arzusu olan dəyərli şagirdlər. Sizlər üçün möhtəşəm bir proqram hazırlamışıq, möhtəşəm bir qrup. Həmin qrupa qoşulursunuz, bizim İnva Akademiyanın sürət qrupudur. Belə ki, bu qrupa qoşulan kimi təkrar proqramıdır və xüsusən bunun üçüncü qruplar üçün üstünlüyü ondan ibarət ki, biz burada dil qaydalarına daha çox önəm veririk. Yəni, dil qaydalarıyla mətnləri 50-50 aparırıq. Bəli, bura başqa qrupda qoşula bilər. 1, 2, 4-cü qruplar, 5-ci qruplar da qoşula bilər. Onlar həm mətnlərdən, həm dil qaydalarından faydalanacaqlarsa, amma 3-cü qruplar üçün qayda, yəni daha önəmli, dil qaydaları daha önəmli olduğu üçün sizlər üçün olduqca faydalı ola bilər. Belə ki, sən bizim qrupa qoşulursan, bir aydır, hələ ki bir aylıq bura qoşulursan, buraxışa kimi. Burada həm mətn, həm dil qaydası görəcək. Buraxışdan sonra artıq yeni sürət qrupumuza qoşularsa, orada artıq sıfırdan başlayıb bir daha gedəcək. Qoşulan kimi bütün mövzuların video izahı, hardan istəyirsən bax. Sonra onluq sınaqlar, möhtəşəmlər, 25-30 dənə onluq sınaq var. Girirsən, işləyirsən, hər gün bir dənəsin. 25 gün, 20 gün ayrı bəsdir. Hər gün birin işlə, izahına bax, birin işlə, izahına bax. Gördüyün səhvin çıxdı harda? Tutaq ki, köməkçinin qısənin. Açırsan köməkçinin qısənin videosuna baxırsan. Sualda səhvin çıxıb, həmin sualın video izahına baxırsan. Sonra həftənin 2 günü canlıdır, bir günü mətindir, Ayşə müəllim eləyəcək, bir günü dil qaydasıdır, dil qaydasına mən edəcəm. Vəssalam, həmin o dil qaydası canlısından da faydalanırsan. Sonra imtahan tipli mətnlərdir. Üçüncü qrupların olduğu nəzərə alaraq mən bu mətnləri demək, dil qaydası sınaqları ilə də əvəzləyə bilərəm. Amma məncə mətnlər daha faydalıdır. Hələ ki sizin buraxılışınız var. Qoy buraxışı uzaq keçək. Ondan sonra inşallah təzədən eyni qrupla, eyni qayda ilə davam edəcəyik. Yəni, öz şagirdlərimizə sonra blokda da müəyyən güzəştlər olacaq və onlarla xüsusi seçib ayrıca inşallah işləyəcək. Yəni, güclü və zəif qrupları inşallah blokda ayrılacaq. Həm güclülər olacaq, həm zəiflər. Sən indidən qrupda olsun, artıq mən orada səni güclülər qrupuna artıracağım. Böləcəm, məsələn, buraxış balı 200 baldan yuxarı olanlar bir qrupda, aşağı olanlar bir qrupda. Belə bir şey kimi böləcək, indi sən çalış daha yaxşı ol. Qoşulmaq üçün 055 597 0151-ə yazırsan və yaxud 070 882 18 83. Bu nömrələrdən birinin WhatsApp-ına yazırsan, səbirlə gözləyirsən, inşallah 3-4 günə dərslərə başlayacaq. Bu qədər, sağ olun.